Aha. İndi baxın, ailələrlə sıx tərəfdaşlıq qurmağın yollarına aid deyil deyəndə, gəlin baxın hansı aid deyil. Deyir ki, uşaqların mənliyinin formalaşmasına dəstək. Bu dəstək olunmalıdır. Həm valideyn tərəfindən, həm də müəllim tərəfindən. Ona görə Hulusi ata, deyir uşaqların eyni ailə quruluşuna sahib olması. O səbəbi idi. Ay sağ olun. Biz deyirik ki, uşaqlar müxtəlif ailə quruluşuna sahib olur. Bu yanlışdır. Zamanında ünsiyyət doğrudur mu? Doğrudur. Mədəniyyətə qarşı həssas olmaq doğrudur mu? Əlasız afərin sizə. Valideyn uşağı gətirmək. Gətirir apardı. Amma bunun tərəfdaşlıqla nə əlaqəsi? Öz gətirici qalsın. Ümumiyyətlə sıx tərəfdaşlıq Gətirir o əlaqəyə. Bir də bir şey qeyd edim. Sizə sual verilsə ki, uşağı bağçaya ancaq valideyn gətirməlidir. Doğrudur yoxsa yanlış? Yanlışdır. Çünki biz bayaq oxuyansa da öyrəndik ki, bacısı da gətirə bilər, qardaşı da gətirə bilər. Bəli, ona görə doğrusu necə olacaq? B variantı olacaq yazılmış.